Salamlar, vaxtınız xeyir. Deməli, Codeira'dan 11 nöqtə, yox, 4.1 model deməli dərsinin testlərini izahını verəcəm. Dəqiqə. Aha. Demək, model nədir? Obyektin hadisənin prosesinin bütün xassələrini, xeyr, bütün xassələrini əks etdirə bilmir model. Müəyyən xassələrini əks etdirir. Deməli, prototipin müəyyən xüsusiyyətlərini əks etdirir. Burada da buna oxşar bir cavab var. Obyektin müəyyən xüsusiyyətlərini əks etdirən təqdim olunma formasıdır. Ancaq biz prototipin götürəcəyik. Çünki prototip modeli, prototipin modelini düzəldirlər. Yəni, prototip orijinal demək. Yer kürəsinin günəş ətrafında fırlanması dinamik model olacaqdır. Hansı obyektlər cütü model, prototip münasibətlərini əks etdirmir. Deməli, model bizim elə bir orijinaldan yaranandır, prototip isə orijinaldır. Deməli, buna baxıb bunu yaradır. Birinci onun nəyi gələcəkdir? Modeli gələcək. Deməli, yer xəritəsi, yer kürəsi. Bəli, yer kürəsi mənim prototipimdir. Yer xəritəsi isə onun informasiya modelidir. Deməli, bu uyğun gəlir. Kompüterdə avtomobil trenajoru, qarajda saxlanılan avtomobil demək. Bu da uyğun gəlir. Kompüterdə avtomobil trenajoru, qarajda saxlanılan avtomobil. Biz yəni trenajorda da o avtomobili necə idarə etməliyik onu deyir. Burada da saxlanılan avtomobil. Bu da uyğun gəlir. Cizgi filmindəki canavar, bu canavar cizgi filmdəkidir. Bu isə orijinal canavardır, həqiqiçi. Bu da uyğun gəlir. Çünki buna baxıb onun filmdə canavarı yaradıblar. Sərnişin yol hərəkəti qaydaları. Baxın, sərnişin avtobusa minən, yəni minik maşınına minəndir sərnişin. Amma bu qaydadır. Görürsünüz, heç uyğun gəlmir. Heykəl isə insan, bəli, insana baxıb onun heykəlini yaradırlar. Formal informasiya. Formal informasiya ümumiyyətcə nədir? Formal model, informasiya modeli, daha doğrusu formal informasiya modeli, formal model düsturlarla olur. Özünə məxsus xüsusi əlifbası olur. Yəni, bu D bəndidir. Düstur, blok, sxem vasitəsilə göstərilən model, təbii ki, düsturla olan formal olacaq. Hansı cavab variantı informasiya modellərini əks etdirir? İnformasiya modeli deyirsə, deməli biz burada maket, maniken bunları götürə bilmərik. Sxem ola bilər, cədvəl ola bilər. Bilirik ki, informasiya modeli sxemlə, cədvəllə, şəkillə, sözlə bunlarla verilə bilər. Proqramlaşdırma dilində proqramla, bəli, bunlar ola bilər. 1, 2 və 5. Deməli, D bəndi. Hansı maddi modeldir? Burada da xəritə ola bilməz. Cədvəl də ola bilməz, qraf da ola bilməz, diaqram və qlobusdur. Bəli, qlobus onun fiziki xüsusiyyətlərini yer kürəsinin özündə daşıyır. Model nədir? Obyektin haqqında təhrif olunmuş, təhrif niyə ki? Yox. Hadisə və ya obyektin hər hansı əlaməti, obyektin sadələşdirilmiş bənzəri, bəli, obyektin sadələşdirilmiş təsviri modeldir və həmçinin modelə bax, bu cürdə deyirlər, prototipin müəyyən xüsusiyyətlərini özündə əks etdirən təqdim olunma formasıdır. Hər ikisi də modelin qaydasına uyğundur. İxtiyari modelin hazırlanması ilkin olaraq nədən başlanılır? Ümumiyyətcə, modeli deməli, hazırlamağa başlayarkən nədən başlayırıq? Obyektin modeldə əks olunacaq xassə və əlamətlərini birinci müəyyən edirik ki, yəni modeldə biz nəyi əks etdirəcəyik, hansı əlamətini əks etdirəcəyik? Birinci bundan başlayırıq. Kompüterdə modellərin hazırlanmasının əsas mərhələlərini düzgün ardıcıllıqla yazaq. Demək, birinci gələcəkdir. Təhlil həmişə sonda olur. Artıq bitir. Təsvir informasiya modelinin qurulması və birinci təsvir qurulur. Yəni, mən nə edəcəmsə, birinci onu təsvir edirəm. Daha sonra, deməli, 3 ilə başlayan hər bax, bunlar uyğun gəlir. Bunlar hamısı sonra 5 gəlir. Görək, formallaşdırılmış modelin qurulması, yəni riyazi model, düsturumu, nəmi, onlar qurulur. Daha sonra, deməli, 1 ilə 2-ni baxsaq, baxın, burada 1, burada 2-dir. Deməli, 1 ilə 2-yə baxaq. Kompüter modelinin qurulması, alınmış nəticələrin təhlili. Yenə deyirəm, təhlil sonda olur.
Buna görə bax, bu da götürə bilməz, bunu da götürə bilməz, A bəndi olacaq. Deməli, birinci informasiya modeli qurulur, sonra formalaşdırma modeli qurulur, daha sonra kompüter model, artıq kompüterdə model yığılır, daha sonra eksperimenti aparılır və təhlil olunur, modeli təkmilləşdirilir. Bəli, budur. Sonda budur. A bəndi. Hansı sənəd özündə dövlətin idarə olunmasının informasiya modelini əks etdirir? Təbii ki, dövlətin idarə olunması deməli, informasiya modeli konstitusiyamızdır. Biologiyada canlılar aləminin təsnifatına daha yaxın. Canlılar aləmində ağacdan istifadə olunur. Çünki niyə? Ağac iyerarxik quruluşa malikdir. Bilirik, kök, daha sonra bundan gələn bax, bu cür təpələr olur və bunlar da buğumlar. Elə bir sanki burada da biologiyada da canlılar aləmində bax, bizim özümüzdən götürsək, burada deyək ki, baba dayanır, sonra oğul olur, məsəl üçün, yaxud da qız da ola bilər, sonra ondan olan nəvələr olur. Yəni, ən sonda, bax, bundan ən sonda olanlar yarpaqlar, yəni bu canlılar aləmində B bəndi, ağac uyğun gəlir. Ağac bilirik ki, dövrəsi olmur. Qrafda dövr olur, amma ağacda qapalı yol olmur, açıq olur yollar. Kompüterdə imitasiya modelləşdirilməsi vasitəsilə öyrənmək olmur. Deməli, baxaq görək, burada nə deyir? Sosial deməli, sistemlərdə baş verən miqrasiya proseslərini imitasiya etmək olar. Texniki sistemlərdə istilik keçirmə prosesləri, havasız şəraitdə planet kosmik, sinifdə şagirdlər arası psixoloji ünsiyyət. Baxın, psixoloji ünsiyyəti biz necə imitasiya edə bilərik ki, necə yəni onun modelini, təsvirini yarada bilərik ki, bu insanlar arasında olan söhbətdir. Buna görə yəni, bu heç vaxt ola bilməz. Amma cismin hərəkətini imitasiya edə bilərik, yoxud hərəkət trayektoriyasını, yəni bunları eləmək olar, nəsə də sxemdə, düzəltmək olar, amma ünsiyyəti yox. Çertyoz şəklində sxemdir da, deməli. Təqdim edilən yaşayış binasının informasiya modeli nə əks olunur? Yəni deyir ki, hansısa binanı yaradarkən, tutaq ki, bina tikiləcəkdir. Onun çertyojunda nə əks olunur? Təbii ki, onun strukturu əks olunur da, yəni hansısa binanın strukturunu göstərirlər orada. Modelləşdirmə modelin yaranmasıdır. Ona görək, deməli, burada bu modelin hazırlanması elə prosesi modelləşdirmədə, elə A bəndi uyğun gəlir. Görək, səsimiz açıqdır. Formal dillər vasitəsilə informasiya modellərinin qurulması prosesi necə adlanır? Təbii ki, formallaşdırma, formal dillər vasitəsilə informasiya modeli formallaşdırma adlanacaqdır. Doğru mülahizələri müəyyən edin. Gəlin, baxaq, görək doğru hansıdır. Model obyektin sadələşdirilmiş təsviridir. Bəli, model obyektin bütün xüsusiyyətlərini, xeyr, bütün, yalnızca filan xüsusiyyət bunlar olmaz. Model müxtəlif formal dillər vasitəsilə təsvir oluna bilər. Bəli, desəydi, yalnızca formal dillər vasitəsilə təsvir olunur. O yanlış olar. Amma oluna bilər. Bəli, formal modelimiz də var. Deməli, 1-3, deməli 4-2 ola bilməz. Deməli, burada baxın, D bəndi uyğun gəlir. 4-ə bax. Qraf informasiya modelinə aiddir. Bəli, qraf informasiya modelinə aiddir. Cədvəl maddi modelə aiddir. Xeyr, cədvəl informasiya modelinə aiddir. Maddi model nədir? Obyektin fiziki və həndəsi xassəsini özündə əks etdirir. Fiziki nədir? Yəni, xarici görünüşünü özündə əks etdirir. Uyğunluğu müəyyən edin. Təsviri model, formal model. Deməli, formal model bilirik ki, nə olacaqdır? Not ola bilər, bəli, 2-yə C uyğun gəlir. Daha sonra üçbucağın sahə düstur ola bilər, deməli, A uyğun gəlir. Amma təsvir edən rəssamın əsəri, bina maketi, heç maket, yəni bu maddi modelə uyğun gəlir. Yazılı mətn, mətndə də təsvir edirəm, ona görə 1BE, 2 A bəndi uyğun gəlir. Statik modellərə aid mülahizələri müəyyən edin. Statik nə idi? Zaman amilinə görə dəyişməyənlər idi. Deməli, kimyəvi reaksiya zamanı ayrılan
Yəni, müəyyən edin. Aha. Kimyəvi reaksiya dinamikdir, Amma birləşmə, kimyəvi birləşmənin düsturu, o statikdir. Ona görə bunu götürmürəm. Ərazinin xəritəsi bəli statikdir. Rəssamın əsəri də artıq statikdir, yəni çəkilib bitib. Təyyarın hərəkət imitasiyasını, hərəkətini ekranda imitasiya, yəni əks etdirən bu xeyr, o nədir? Statik deyil, dinamikdir. İnsanın planı, yəni burada insanın planını götürək, gün ərzində havanın temperaturunu dəyişmək xeyr, gün ərzində havanın temperaturu dəyişkən olur. Amma insanın planını yəni götürmək olar, biraz sual işarəsidir bu. Çünki mən düşünürəm ki, insanın da planı gün ərzində dəyişə bilər, ancaq statik götürüblər olsun. Doğru mülahizələri müəyyən edin. Modelin yaradılması, prosesi modelləşdirmə adlanır. Modelin yaradılması, bəli. Model yaradılan obyektin özünə orijinal yaxud prototip deyilir. Bəli, modeli yaradılan obyektin özünə orijinal yaxud prototip deyilir. Deməli, bizdən doğrunu istəyir. 1, 2 doğrudur. Demək, 1, 2 burada da var, burada da var. 3-ə baxın. Modeli yaradılmış obyektdə prototip. Modeli yaradılmış obyektdə. Bəli, prototipin, yəni orijinalı modelini yaradırlar. Ona görə 1, 2, 3 uyğun gəlir. Deməli, 21 A bəndi. Model yalnız keçmiş olan hadisələri canlandırmaq üçün istifadə edilir. Xeyr. Təbii keçmiş yox, yəni gələcəkdə olan nəyisə də biz modelini yaradıb təsvir edə bilərik. Uyğunluğu müəyyən edin. Statik və dinamik model kimyəvi reaksiya dedikdir, nədir? Dinamikdir. Birləşmə isə statikdir. Deməli, 2-yə A uyğun gəlir. Binanın çertyoju bu statika uyğun gəlir. 1, B. Təyyarın hərəkət imitasiyası, hərəkət varsa burada dinamikdir. Heykəl artıq heykəl maddi modeldir. Yəqin ki, götürməz. Bakı saatlı yolunun sxemi. Düşünürəm ki, sxem də nədir? Statikdir. BE, 1BE, 1BE, 2AC. Burada heykəli qoy görürüm, götürüb. BE, 2AC, D, burada da yox, D dinamik model deyil. AC deyiləm. 1BE, D, 1BE, D. Aha, bunu götürüb statik, yəqin artıq heykəl yaradılıbsa, onu da artıq statik, yəni dəyişmir, elə götürə bilər. Bütün variantları götürdüyü üçün, baxın görürsünüz, bütün variantları götürüb. Yəni heykəl də artıq statik model ola bilər. Çünki dayanıb. Yəni o da zaman aliminə görə dəyişmir. Uyğunluğu müəyyən edin. Tədris, elmi, texniki, imitasiya modeli. Deməli, baxaq tədris modelinə. Birinci, prosesləri və hadisələri demək, öyrənmək üçün prosesləri və hadisələri öyrənmək üçün yaradılan model. Nəysə öyrəniriksə, bu elmi olar da burada A-dır. Aha, görək sonra nə gedir? Obyektləri təsnifləşdirilməsi və müəyyənləşdirilməsi əsaslarını öyrənən model, reallığı təqlid edən bir qaydalı təcrübə dəfələrlə təkrarlanan model. Bu dəqiqə bir də baxım buna. Reallığı təqlid edən, yəni imitasiya edən. Reallığı imitasiya edən, təqlid edən bir qayda olaraq təcrübə dəfələrlə təkrarlanan model. Elə bu olacaqdır da, bu 3C olacaqdır, 3C. A2A, 3C, yəqin ki, bu 2A, 3C, yəni ya budur, ya budur. Bax, bu ikisindən biridir. Baxaq birə, bir tədris, yox, bir tədris modelidir. Aha, görək. E-də nə deyir? Əyani vasitələri, təlim və tədris bu bir E-dir. Baxın, bir E-dir. Ona görə burada bu uyğun gəlir, A bəndi.
Uyğunluğu müəyyən edin. Yenə elmi texniki model, oyun modeli, təcrübi model. Təcrübə nəyisə etməkdir dəfələrlə. Bu, baxa, obyekti öyrənmək onun gələcək xüsusiyyətlərini proqnozunu düşünün. Elə bu obyektin öyrənmək və onun gələcək xüsusiyyətlərini proqnozlamaq üçün istifadə olunan model ilə təcrübəyə uyğun gəlir. Bax, 3E olan artıq bir dənə Y bəndində var. Bir dənə baxaq görək. Başqa digərlərinə burada 3E uyğun gəlir. 1. Elmi texniki model. 1. Baxaq deyinə deyir. Elektron avadanlıq və bu kimi şeyləri sınaqdan keçirilməsi üçün istifadə olunan model. Elmi texniki model. 2-yə də baxaq. Hərbi işgüzar tipli model vasitəsilə müxtəlif vəziyyətlərə obyektin davranışını məşq edən model, oyun modeli. Bunların hamısının qaydası var, yəni qaydasında da dərslikdə bunların hamısının qayda şəklində verilib, onu diqqətli oxumaq lazımdır. Uyğunluğu müəyyən edin, informasiya modeli, maddi model. Deməli, informasiya modeli, maddi model. Baxaq, əjdaha modeli. Bakı-Şuşa yolunun layihəsi. Layihədirsə, bu informasiya modelidir. 1A. Əjdaha modeli. Bunu necə başa düşək əjdaha modelini? Bunu maket kimi verib, şəkil kimi verib. Qoyun bu qalsın. Yer səthinin dünya üzrə xəritə deyirsə informasiya modelidir. Bu da 1-dir. Deməli, 1-ə uyğun gəlir AC. Sürücülər üçün təhlükəsizlik qaydaları qaydadırsa, yenə də informasiyadır. 2-yə isə robot uyğun gəlir. Deməli, burada əjdaha modelində yəqin ki, maket kimi götürübdür. Aha, B. 1ACD, 1ACD, 2VF, 25 bəndi. Doğru mülahizələri müəyyən edin. Modelin başlıca xassəsi onun adekvatlığıdır. Bəli, adekvatlıq ona uyğunluq dərəcəsidir. Cədvəl modeli maddi modelə aiddir. Xeyr, informasiya modelinə aiddir. İyerarxik modeli informasiya modelinə aiddir. Bəli, modelin başlıca xassəsi onun tamlığıdır. Xeyr, model orijinalın bütün xassələrini özündə saxlayır. Xeyr, müəyyən xüsusiyyətlərini özündə saxlayır. 1-3 bəndi. Qraf informasiya modelinin dəfə verib əsas elementləridir. Qraf nədən ibarət olur? Baxın, belə öz aralarında ixtiyari qaydada birləşmiş belə obyektlərdir. Qraf deməli təpədən və tildən ibarət olur. İnformasiya modeli deyil, informasiya. Yazı, sxem, heykəl, baxın, informasiya modeli ola bilməz. Zamandan asılı olaraq dəyişən dinamik modeldir. Aha, buna baxaq. Pifagor zamandan asılı olaraq dəyişir. İnsan robotu yox, avtobusun hərəkəti, binanın maketi xeyir, yaradılma tarixi xeyir, Pifagor düsturu, yəqin ki, avtobusun hərəkəti olar da. Burada hərəkət varsa, dəyişmə olur. Zamandan asılı olub dəyişmir. Baxın, deməli, statik istəyir. İnsan həyatı dəyişir. Yerin öz oxu ətrafında fırlanması dəyişir. Qaz ehtiyatlarının hasil edilməsi də dəyişir. Günəşin çıxması da zaman amilindən asılı olaraq dəyişir. Viyot teoremi xeyr, viyot teoremi həmişə stabildir. Maddi modeldir. Yenə maddi modeldə heykəl, maket, bax, bunları axtarmalıyıq. Formal informasiya modeli deyil, yəni düsturdan verilmir. Riyazi düstur varsa formaldır. Yol nişanları da, musiqi notu formaldır. Şifahi proqramlaşdırma da müəyyən, deməli, öz əlifbası var. Bu da nədir? Formaldır. Deməli, burada şifahi nitqimiz artıq bu sözlə olan formal deyil. Bu da yol nişanları da müəyyən özünü bilməliyik ki, onu başa düşək. Uyğunluğu müəyyən edin. Maddi, informasiya. Deməli, skelet maddidir. 1A. Dayanıcı sxemdirsə informasiyadır. 2B. Bir il ərzində ölkədə insan artım diaqramdırsa, bu da informasiyadır. Maketdirsə, maddidir. Sürət qatarların işləmə cədvəldirsə, yenə informasiyadır. 1AD, 2BC, D bəndi olacaq.
34 uyğunluğu müəyyən edin. Təsviri model, formal model. Formal modeldə yenə deyirəm, düstur axtaracaq. Yaxta modelinin daxili quruluşu. Bu təsvir eləyir də daxili quruluşu. Ona görə 1A buna uyğun gəlir. Pianoda ifa edilən musiqi notdursa, notu hər kəs bilmir, özünün xüsusiyyəti olur. Gəmidə göyərtələrin sayı. Göyərtə sayı da təsvir olar. Çünki burada bir düstur yoxdur. Düşünürəm ki, verilmiş məsələn riyazi düsturu bu formaldır. Python dilində yazılan kod da, biz onun kodu hər kəs oxuya bilmir. Onun da xüsusi özünə məxsus əlifbası olur. A, C, 2BD, 34 A bəndi qədər. İndi digər izahında 4.2 izahını verəcəm. Sağ olun, sağlıqla qalın.